Amerikanski 06 açılmıyor. İdarətin də Meksik onlarla alar. Əlimdəki bu iPhone və arxamdakı avtomobil eyni strategiyanın nəticəsidir. Necə ki, Apple telefondakı düymələri götürüb yerinə ekran əlavə etdi, Tesla da eyni şeyi avtomobil bazarında etdi və inqilabi bir avtomobil yaratdı. Son illərdə Çin avtomobilləri çox ucuz idi, çünki həm Çində, həm də bizim gömrük rüsumlarında güzəştlər var idi. Amma yanvarın birindən bu hər iki güzəşt yoxa çıxdı və qiymətlər qalxdı. Bu da Amerikadan gələn ikinci əl avtomobillərin marağı məncə artıracaqdır. Tesla Model 3 məhz bu avtomobilə maraq yaranacaqdır. Çünki həm qiyməti ucuzdur, həm də ehtiyat hissələri ucuzdur. Hətta ona mənə dedilər ki, bizim avtomobil satıcıları Amerikanski 06 deyirlər. Yəni Amerikan bazarının 06 Jiguli avtomobildir. Nəyə görə? Çünki onun işləmiş, yəni ikinci əl versiyaları da ucuzdur. Həmçinin ehtiyat hissələri də çox ucuzdur. Ona görə bu avtomobilin almaq bəlkə də sərfəli ola bilər. Bugünkü təqdim etdiyimiz avtomobil ikinci əl avtomobildir və Amerikadan gəlibdir. Və mən də onu sahibinlə bir müzakirə etdim ki, xoşuna gələn, gəlməyən tərəfləri nədir? Ümumilikdə çox razıdır avtomobildən, özəlliklə performansından. Avtomobil çox sürətlidir. Yəni bu performans modelidir, həm də dual motordur. Bunun 500 at qüvvəsi var və təsəvvür eləyin ki, belə bir avtomobil gündəlik avtomobildir. Amma idman avtomobili kimi sürətlənir. Dəhşətli bir sürətlənməsi var. Onu da test etdik. Belə sürətlənməni şəhərdə etməyə məsləhət görmürəm. Biz boş yoldaydıq. Avtomobildə olan sərnişinlər də çox qeyri-adi bu pis his keçirdirlər. Doğrudan da bu qədər sürətlənmə insana təsir eləyir. Amma buna ehtiyac olmayınca etmək məsləhət deyil. Sürətlidir, amma komfort məsələsində biraz problem var. Avtomobil çox sərtdir, sərt askılara malikdir. Hətta onun hər hansı bir ayarlarını yumşağa, komforta keçirdəndə də sərt olaraq qalır. Bunun səbəbi də onun idmansayağı avtomobil olmasıdır. Çünki askıların sərt olması avtomobili daha səlis idarə etməyə, yəni həm sükan, həm də askılar daha informativ olur. Həmçinin performansın özəlliklərindən biri odur ki, tam ötürücülü olduğu üçün döngələrə girərkən çox sürətlə girmək olur və bu askının da sərt olması məhz bunun sürətinin artmasına dəstək olur. Yumşaq avtomobil, komfort avtomobil istəyənlər üçün bəlkə də o qədər uyğun olmaya bilər. Avtomobil kartla və yaxud da ki, telefondan idarə olunur. Hətta avtomobili müvəqqəti olaraq kiməsə devr eləmək istəyirsinizsə, iPhone-larda bunu etdik biz, telefonu bir-birinə yaxınlaşdırıb sadəcə ona müəyyən bir istifadə hüququ da vermək olur və yaxud da ki, kartdan istifadə etmək olur. Amma deyilənə görə bəzən telefonda olan bəzən problemlər yarada bilər, hətta qapı açılmaya bilər və yaxud da ki, telefonun batareyası bitə bilər. Odur ki, mütləq cibinizdə həmin kart olsun. Avtomobilin dizaynı Amerikans minimalizmi şəklində yaradılmışdır. Onun həm xarici görünüşü, həm də interyeri minimalizmdir. Amerikanlılar belə dizaynı çox sevir. Məhz ona görə də iPhone məhz Amerikada ən populyar telefonlardan biridir. Xarici görünüşə baxanda, yəni gözü yapışacaq bir şey yoxdur. Müasir Çin avtomobilləri hətta dizayn məsələsində bəlkə də Tesla'dan daha maraqlıdır. Amma mən də minimalizm həvəskarıyam və bəzən minimalizm daha çox diqqət çəkir. Standart 3 modelindən fərqli olaraq performansın müəyyən dəyişikliklər var xarici görünüşündə. Onlardan biri ön bamperlər və arxa bamperlərdir. Onlarda arxa bamperdə difuzor var, ön bamperlərdə isə çıxıntılar fərqlidir. Performans modelinin özəlliklərindən biri də odur ki, arxa bagajın üstündə karbondan spoileri var. Sadəcə bu avtomobildəki həmin spoileri detailinqə veriblər, ona görə müvəqqəti burada yoxdur. Avtomobildə həm lidar, həm də çox sayda kameralar var. Odur ki, ətrafı həmin mərkəzi displeydə göstərir və ətrafı nəzarət edir. Amma artıq heç kimi bununla təcrübələndirmək mümkün deyil. Çünki müasir avtomobillərin çoxsunda bu funksiyalar var. Ənənəvi avtomobillərdən fərqli olaraq burada 2 dənə bagaj hissəsi var. Arxa ənənəvi bagajdır. Onu da yetərli qədər böyükdür. Hətta aşağı hissəsində də böyük yer var. Orada nəyisə yerləşdirmək olar. Həmçinin avtomobilin ön tərəfində də bagaj var və oranı açaraq kiçik ola bilsin ki, hansısa çantanı fitnessə gedərkən, idmana gedərkən hansısa çantanı ora yerləşdirmək olar.
Xarici görünüş haqqında danışdıq, indi isə avtomobilin daxilinə keçək. Avtomobilin interyeri də çox sadədir. Həmin minimalizm içəridə daha çox görsənir və baxırıq ki, burada qəbul olunmuş ənənəvi displey yoxdur. Müasir avtomobillərin bəzilərində var. Sadəcə bir dənə monitor var. Bu da hər şeyi çox sadələşdirir. Bütün idarə etmə burdandır. Amma bilmirəm nə qədər bu doğrudur. Çünki bəzən xırda bir şeyi də nəyisə dəyişmək üçün displeydən onu idarə etmək lazımdır. Düz deyim ki, biraz bəzən yolda gedərkən bu biraz narahatçılıq yaradır. Amma müasir insanlar, əsasən də gənclər üçün bu normal haldır. Çünki hamı smartfona öyrəşibdir. Bu da smartfon kimi bir avtomobildir. Hətta deyərdim ki, bu avtomobilin əsası proqram təminatıdır. Kompakt sükandır və cəmi 2 dənə düyməsi var. Çox sadədir hər şey. Demək olar ki, başqa heç bir düymə yoxdur. Yəni burada hər şey o qədər elektronik eləyiblər ki, hətta qapını açmaq da düymə ilə baş verir. Avtomobillər bir hadisə olanda qapılar bloklanır və insan avtomobildən çıxa bilmir. Amma burada mexaniki qapı açmaq üçün düymə var. Proqram təminatı qapıları bloklayırsa, onu hər zaman mexaniki olaraq açmaq mümkündür. Avtomobildə daxili güzgü biraz məhduddur, arxa şüşə də məhduddur. Ona görə hətta yan güzgülər kiçik olduğu üçün məncə kameralar burada çox köməyə gəlir. Düzü deyim, mən kameralarla avtomobili idarə etməyə o qədər sevmirəm. Amma burada o doğrudan da məhdud olduğu üçün yaxşı köməyə gəlir. Söylədiyim kimi bütün funksiyalar bir monitorda toplanıbdır və hər şeyi buradan idarə etmək olur və ayarlamaq olur. Rahatlığa baxaq. Ön oturacaq çox rahatdır. Sürücünün oturacağı kimi, həm də idman sayağıdır. Və mən bu oturacağı 1.78-1.80 boy üçün ayarlamışam və rahat oturmaq olur. İndi düz deyim ki, bəziləri ayaqlarını çox uzatmaq istəyirlər, amma normal oturmaq bu şəkildə olur. İndi isə arxa oturacağa baxaq. Arxa oturacaqda da yetərli qədər yer var. Məsələn, mən ön oturacağı ayarlayandan sonra arxada oturdum. Baxın, burada ayaqlar üçün yer var. Yəni, interyer salon o qədər balaca deyil, yetərli qədər yaxşıdır. Uzaq yol üçün də uyğundur. İndi isə avtomobilin sürüş rahatlığına və performansına baxaq. İndi isə baxaq görək bu avtomobil nəyə qadirdir. Tesla Model 3-ü idarə etmək çox asandır, rahatdır. Hətta biraz qeyri-adi bir hiss yaranır. Elə bil avtomobildə oturmamısan, nəsə bir kompüterdə oyun oynayırsan. Çox minimalistikdir, yəni kiçik sükandır. Amma indi məsələn daşlıqdan keçirik, daş yoldur və çox sərtdir. Hətta mən burada ən sakit rejimə qoymuşam. Performansın özəlliyi, idman sayağı sürüşün də bədəli belə olur ki, sərt olmalıdır. Sükanı yüngülük etmişəm. İdarə etmək rahatdır. Amma deyərdim ki, bu avtomobili ancaq şəhərdə Bakı üçün rahat olacaqdır. Uzaq yollar getməyə bilmirəm nə qədər bu avtomobildə uyğun ola bilər. Long range olduğu üçün biraz daha çox gedir. Əlbəttə ki, Tesla buna 500 km yol deyir, amma rahat rejimdə hava yaxşı olsa, yəni mülayim hava olsa, soyuq olmasa, isti olmasa, tam olaraq 100% batareya ilə 500 km getmək olar, amma heç zaman heç kim tam olaraq batareyanı sıfırdan 100-ə kimi doldurub boşaltmır. Burada 20-80 arası saxlamaq lazımdır. Hətta çalışmaq lazımdır 30-40-50-dən aşağı düşməsin. Sizinlə avtomobilin sahibi ilə danışdım. Emosional avtomobili idarə edir. Deyir, təxminən 220 kilometr demək olar ki, qət edirəm bu avtomobildə sıfırdan 100-ə kimi. Bu, əlbəttə ki, daha rahat sürüş olarsa, daha ekonomi rejimdə olarsa, yəqin ki, 300-400, 350 kilometrə kimi bunu yüksəltmək olar. Bir də nəzərə almaq lazımdır ki, avtomobil 2023-cü il olduğu üçün batareya müəyyən səviyyədə aşınmışdır və onun həcmi də biraz daha yenidən kiçikdir. Avtomobili idarə etdim. Biraz dinamik sürüşlər oldu. Batareyası azalıb, ona görə batareyasını doldurmaq lazımdır. Onun üçün iVolt stansiyasına gəlmişik. Murad Petroldakı iVolt stansiyasında xüsusi Tesla üçün doldurma var. Amma digər stansiyalarda onu keçici perixodnik deyirlər. Onun vasitəsilə etmək mümkündür. Gündəlik həyat üçün də uyğundur. Demək olar ki, bu dəqiqə iVolt'un Azərbaycanda çox saylı stansiyalar, elektrik doldurma stansiyaları olduğu üçün artıq regionlara da səfər etmək olar. Odur ki, orada yəni elektriksiz qalmayacaqsan. Bəs mən bu avtomobildən alardım mı? Bəli, doğrudan da mənim üçün şəxsən maraqlıdır. Amma
Performans deyil, sadə versiyası məncə daha uyğun olardı. Çünki o daha qənaətçil olacaqdı, amma long range olarsa daha yaxşıdır ki, sürmə məsafəsi biraz daha uzaq olsun. Bəs siz necə bu avtomobilə yaxınlaşırsınız? Belə bir avtomobil alardınızmı, yoxsa ənənəvi yanacaqla olan avtomobil sizin üçün daha uyğundur?